Deyirlər, neft tapmaq çətindir. Amma onu lazımi yerə, lazımi vaxtda və təhlükəsiz şəkildə çatdırmaq daha çətindir. Enerji sadəcə hasil olunmur. O daşınır, saxlanır, qorunur və idarə olunur. Bugünkü sualımız da budur. Enerji özü bu qədər güclüdürsə, onu daşıyan sistemlər nə qədər güclü olmalıdır? Bumerang başladı. Suallar atılır, cavablar bu dəfə çox uzun yol qət edib geri qayıdır. Bugün studiyamızda enerjinin hərəkətini, təhlükəsizliyini, davamlılığını dərindən bilən bir qonaq var. O, Admusunun Qaz Neft Mədən Fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Elman İskəndarovdur. Xoş gəlmisiniz Elman müəllim. Çox sağ olun Nəzrim xanım, xoş gördük. Neft və qaz hasil olunur, amma tələbələr adətən onun nəqli barədə çox az düşünür. Sizcə bu sahə niyə görünməz qəhrəman kimi qalır? Əslində bu sahə görünməyən kimi olsa da səssiz olduğuna görə görünmür. Yəni səssiz olduğuna görə qəhrəmandır. Çünki nəql sahəsi doğru qurulanda heç bir problem olmur. Lakin hər hansı bir nasazlıq yarananda hamı başa düşür ki, neft-qaz sənayesi təkcə hasilat sahəsindən ibarət deyildir. Əslində, yəni neft-qaz sahəsi müxtəlif texnoloji prosesləri özündə birləşdirdən 3 sektordan ibarətdir. Bunların birincisi upstreamdir, buraya qazma və hasilat daxildir. İkinci sektor midstreamdir, buraya haqqında danışdığımız nəql, saxlama prosesləri daxildir. Üçüncü sektor isə downstreamdir ki, buraya da deməli emal və marketinq sahələri daxildir. Orta sektora biz nəzər etsək, görərik ki, ölkəmizdə uzunluğu 1000 kilometrlə ölçülən boru kəmərləri şəbəkəsi və bu şəbəkələrə daxil olan müxtəlif qurğu və avadanlıqlar fəaliyyət göstərir. Eləcə də ölkəmiz hazırda özünün böyük ötürmə qabiliyyətinə malik olan ixrac neft və qaz kəmərləri mövcuddur. Bu kəmərlər əslində sözün həqiqi mənasında ölkəmizin arteriyalarıdır və göründüyü kimi nəql sahəsi heç də görünməz deyil, əslində çox strateji bir sahədir və bizim də əsas vəzifələrimizdən biri bu sahə üçün müasir biliklərə malik olan mütəxəssislərin hazırlanmasıdır. Bu sahədə çalışan mütəxəssislər üçün ən vacib keyfiyyət nədir? Texniki bilik, məsuliyyət, yoxsa dəqiqlik? Qeyd etdiyiniz keyfiyyət göstəriciləri üçü də çox vacibdir və bir-birindən ayrılmazdır. Lakin mən məsuliyyət hissini önə çəkərdim, çünki məsuliyyət hissi olmadan nə dəqiqlik mümkündür və hər hansı texniki biliklərin tətbiqi üçün də məsuliyyət hissi lazımdır ki, yaxşı nəticə almaq mümkün olsun. Baxın, istehlakçıların neft məhsulları və təbii qazla təminatı bir sıra amillərdən asılıdır. Bu amillərə etibarlılıq, təhlükəsizlik, nəqlin fasiləsizliyi və s. aid etmək olar və ona görə də bu sahədə çalışan mütəxəssislər həm bu sahədə proseslər haqqında əsas nəzəri bilikləri əldə etməlidirlər, həm də nəql sisteminə daxil olan qurğu və avadanlıqların xüsusiyyətlərini bilməlidirlər. Yalnız o zaman deməli yaxşı mütəxəssis kimi yetişmək mümkündür və dəqiqlik və məsuliyyət məsələsi bütün işlərdə də olduğu kimi nəql məsələlərində də çox mühüm şərtdir. Tələbələr bu ixtisasa gələndə daha çox texniki tərəfi görür, yoxsa sistem düşüncəsini? Tələbələr ixtisas seçimində ilk növbədə gördüklərindən və eşitdiklərindən faydalanırlar. Ona görə də texniki cəhət fikrimcə öndədir və bu çox təbiidir. Lakin sonradan, yəni əsasən də tədris prosesində tələbələrdə hadisələrə, proseslərə kompleks, sistemli yanaşma formalaşır və bu sistemli yanaşmanın formalaşması nəticəsində onlar texnoloji prosesləri daha mükəmməl dərk etməyə başlayırlar. Ümumiyyətlə, yaxşı mütəxəssis olmaq üçün təkcə proseslərin mexanizmini bilmək kifayət eləmir. Bunun üçün texnoloji proseslərin mahiyyətini dərk etmək lazımdır və hadisələrə sistemli şəkildə yanaşmaq tələb olunur. Neft və qazın nəqli və saxlanılması yüksək risk tələb edir. Bəs Elman müəllim, sizcə bu risk necə idarə olunur? Ümumiyyətlə, neftin, qazın nəqli və saxlanması prosesləri müəyyən texniki normativ sənədlər reqlamentləşdirilir və bu proseslərin həyata keçirilməsi mütləq şəkildə müəyyən qaydalara riayət edilməklə həyata keçirilməlidir. Risklərin idarə edilməsi texnologiyanın, nəzarət sistemlərinin və insan amilinin birgə işidir.
Doğrudur, hazırda bir sıra avtomatik nəzarət sistemləri də mövcuddur, lakin onların idarə edilməsi də mütləq şəkildə deməli yüksək ixtisaslı mütəxəssislərdən asılıdır. Ona görə də risklərin idarə edilməsi üçün düşünürəm ki, qeyd etdiyim amilləri vaxtında və yerində tətbiq etmək lazımdır ki, belə hallar baş verməsin. Əks hallarda mütləq qəzalar baş verir, xam mal itkiləri baş verir və s. Bu sahədə oxuyan tələbələrin gələcəkdə ən çox hansı istiqamətdə inkişaf elədiyini görürsünüz? Ölkəmiz neft-qaz ölkəsidir. Ona görə də bizim fakültədən məzun olan gənclər öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkmirlər. Belə ki, statistik məlumatlara görə məzunlarımızın 70%-dən çoxu öz ixtisasları üzrə işləyir. Amma ümumilikdə isə insan resurslarının idarə edilməsi baxımından diqqət yetirsək, məlum olur ki, iş tapılması məsələsi əsasən karyera mərkəzlərindən, karyera sərgizlərindən keçir və vakasiya elanlarının düzgün qiymətləndirilməsi nəticəsində gənclərimiz özlərinə müvafiq işləri tapa bilirlər. Texnologiya sürətlə dəyişir. Bəs fakültə bu dəyişikliklərə necə uyğunlaşır? Çox sağ olun suala görə. Texnologiyalar doğrudan da sürətlə dəyişir və biz də bu dəyişməyə uyğunlaşmağa çalışırıq. Bu məqsədlə əsas vəzifəmiz yüksək ixtisaslı mütəxəssis hazırlamaqdırsa, biz sənaye müəssisələri ilə əlaqə saxlayırıq, sənaye müəssisələri ilə əlaqələrimizi genişləndirməyə çalışırıq və öz tədris proqramlarımızı, tədris planlarımızı mütəmadi olaraq nəzərdən keçiririk. Lazım olanda günün tələblərinə onları uyğunlaşdırırıq və bu müzakirələrdə sənaye müəssisələrinin nümayəndələrinin iştirakını da təmin etməyə çalışırıq. Nəql sistemləri fasiləsiz işləməlidir. Bəs təhsildə fasiləsizlik nə deməkdir, nə düşünürsünüz? Hər ikisi eyni nəticəyə gətirir təqribən. Əgər nəql sistemində fasilə olsa, onda istehlakçıların deməli təchizatında fasilələr yaranır, iqtisadiyyatın ritmik inkişafı dayanır. Amma təhsildə fasilələr yaransa, insanlar inkişafdan dayanır. Ona görə də fikrimcə diplom son məqsəd olmalı deyil. İnsan həmişə təhsilini artırmalıdır. İnsan həmişə biliklərini yeniləməlidir. Bayaq biz sənayenin müəssiz çağırışlarından danışdıq. Oxumaq, təhsil artırmaq olmasa həmin çağırışlara cavab vermək mümkün deyil. Fikrimcə bu mövzuda ən gözəl, ən mükəmməl fikir Peyğəmbərimizə aiddir. O deyib ki, beşikdən məzara qədər oxumaq, öyrənmək. Yəni bundan mükəmməl söz bu haqda demək olmaz. Neft-qaz sahəsində oxumaq deyəndə tələbələr adətən hasilat düşünür. Bəs sizcə bu fakültədə oxumaq tələbəyə hansı geniş baxışı qazandırır? Nəzin xanım, mən bayaq qeyd etdim ki, neft-qaz sənayesi 3 sektordan ibarətdir proseslərinə görə. Proseslərdə olduğu kimi bu sektorlarda bir-biri ilə zəncirvari bağlıdır. Fakültə, bizim fakültəmiz ilk növbədə tələbəyə hadisələrə, proseslərə zəncirvari baxmağı öyrədir. Yəni tələbə bilir ki, hasilat ilk mərhələdir. Lakin enerji təchizatı zənciri böyükdür və onun çoxlu sayda halqaları var. Və ona görə də tələbə bu halqaların hər birisini öyrənməlidir və onlara kompleks yanaşmalıdır ki, strateji baxış onda formalaşsın və hadisələrə kompleks baxmağa öyrənsin. Və son sual, bu sahəni seçən tələbələrə əsas məsləhətiniz nə olardı? Azərbaycan dünyada neft sənayesinin inkişaf elədiyi, təşəkkül tapdığı ilk ölkələrdən biridir. Ona görə də bu ixtisasa yiyələnmək istəyənlər başa düşməlidir ki, bu ixtisas, bu peşə böyük, dərin köklərə söykənən bir peşədir. Və bu peşəni öyrənmək çox şərəfli bir işdir. Lakin bu peşəni öyrənmək böyük zəhmət tələb eləyir, nizam-intizamlı olmağı tələb eləyir. Ona görə də tələbələrimizə tövsiyə edirəm ki, çətinliklərdən qorxmasınlar. Onlar çox şərəfli, çox tarixi ölkəmiz üçün bir peşənin sahibi olmaq istəyirlər və hər bir çətinliyə sinə gərməlidirlər. Bu peşənin sirlərini mükəmməl şəkildə öyrənsinlər. Dəyərli yanaşmamız üçün çox sağ olun Elnam müəllim. Biz bugün öyrəndik ki, qaz neft mədən sahəsində ən əsas məsələ hasilat deyil. Bu planlama, məsuliyyət və uzun müddətli düşünmə mədəniyyətidir. Çox sağ olun Nəzrin xanım, mən sizə təşəkkür edirəm. Neft-qaz sahəsi prosesləri qurmazdan əvvəl onu planlaşdırmağı və sistematik yanaşmanı tələb edir. Bugün öyrəndik ki, neft-qaz mədən sahəsi sadəcə texniki biliklər toplusu deyil. O, intizam, təhlükəsizlik və sistemli düşüncə məktəbidir.
Nefti, qazı çıxartmaq olar, amma onu idarə etməyi bilməsək, o dəyərini itirir. Bumerang kimi bu dəfə də suallara atdıq, cavabları bu dəfə sahənin öz dərinliyindən qayıtdı. Və unutmayın ki, ən əsası düzgün sual vermək, düzgün qərar verməyin yarısıdır. Görüşənədək. Deyirlər, neft tapmaq çətindir. Unutdum. Amma onun lazımi yerə, lazımi vaxtda və... Təzədən sualı ver cavabı. Rək istəyir, düz rək gəldi. İstəyirsiniz, mən biraz qızışım sonra. Bugün studiyamızda enerjinin hərəkətini, təhlükəsizliyini və... Maşallah, siz eşidirsiniz. Öndə gedirsiniz. Bir addım öndəsiniz. Neft və sənaye, tələsmə. Bilmirəm, mükəmməl çıxacaq, çıxmayacaq. Danışmağa çalışıram hər halda.